təşəkkürlər. Mən bugün sizə 6-cı sinifdən Elsəvər Vəliyevin riyaziyyat və riyazi məntiq testlərindən sizə izah verəcəm. Testin üz qabığının şəklini də sizə axı videonun sonunda göstərəcəm ki, kitabın üz qabığı necədir. Yəni hansı testin izahını vermişəm. Gəlin həmin testdən buradan LGS 1-in izahı ilə LGS 1-dən riyaziyyat həm riyaziyyat, həm də riyazi məntiq olan bir hissədir. Mən bu videomda sizə riyaziyyat olan hissəsinin izahını verəcəm. Riyazi məntiqində gələn videomda izah verəcəm. Gəlin çox etmədən videonun izahına başlayaq. Birinci sualda qeyd edilib ki, aşağıda verilən çıxma əməlinin nəticəsi neçədir? Gəlin baxaq. 6-dan 9 çıxıram 7. 3-dən 6 buradan 1 vermişəm. 2-dən 6 çıxıram 6. 9-dan 3 çıxıram 6 eləyəcək. 6 eləyəcək. Buradan da 5-dən 3 çıxıram, qalır 2. 2 tam 1667 olacaq A variantı. Keçək sual 2-yə. 5 ardıcıl tək natural ədədin cəmi 105 olarsa, bu ədədlərin ən böyüyü neçə olar? Buradan 3, 4, 5. Baxıram, 5 arada tək natural ədəd deyirsə, x üstə gəlsin 2, x üstə gəlsin 4, x üstə gəlsin 6, x üstə gəlsin 8 eləyək. Deməli, bunların cəmi bərabərdir 105-ə. Bu ədədlərin ən böyüyünü istəyir. Buradan x-ləri toplayıram, 5x eləyir. Buradan da ədədləri toplayıram. 2 üstə 4 gələm 6, 6 üstə gələm 12, 12 üstə 8 gələm eləyir 20. 20 üzərinə gəlirəm 105. 105-dən çıxıram 20-ni. 5x-in cəmi bərabər olacaq. 105-dən 20-ni çıxıram ki, tənlik əmələ gəlsin. Yəni tənim edə bilim. 85 eləyəcək. 85-i 5-ə bölürəm ki, x-in qiymətini tapım. Eləyəcək 17. Deməli, burada ən böyüyünün qiyməti 17-yə bərabərdir. Mənə ən böyüyünü mən ifadə edirəm. X üstə gəlsin 8 ilə dəqiq yazılmalı. Aha, bir göstərim. Yox, buradan da nəsə bu yazmır. Aha, belə yazır. Bu renk dəyişdirim. Aha, buradan x üstə gəlsin 8 ilə ifadə eləsəm, x-in qiyməti 17 idi axı. Yəni 17 üstə gəlsin 8. Buradan alınacaq 25 qiymətini B variantı alınır. 3. A-nın ən böyük qiymətində 21 bölünsün 2A üzərinə gəlsin 7. Kəsir düzgün olmayan kəsir olar. Burada baxıram. Düzgün olmayan ən kiçik qiymət deyirsə, bu ən kiçik qiyməti 21-də 21 olmalıdır. Burada da bununla bu bərabərdirsə, mən 2A çıxılsın 7-ni bərabər etməliyim 21-ə. 2A çıxılsın 7 bərabərdir 21-ə. 21 üstə gələm 28, 2A bərabərdir 28-i, 28-i 2-yə bölürəm. A-nın qiymətini tapın. Eləcək 14. Deyir, A-nın ən böyük qiymətini tapın, A deyəcək 14. B variantı. 4-də burada bir ifadə verib qiymətini hesablamamızı bizdən istəyir. Burada əgər imtahanda sizə bu cür suallar çıxarsa qarşımıza, bunları yazmanın ən gözəl yolu belə ki, 0,2, 3 bərabərdir. Başlayasınız, onun 3 səfə 1-1, 0,2 ilə 3 səfə 1-1-nə vurarsınız ki, imtahana çalışmayasınız. Amma mən indi sizə videosun olmasın deyə qısa nəticəni deyirəm sizə. 0,2-ni 3 dəfə öz-özünə vuranda 0,8 cavab nəticəsini əldə edirsiniz. 0,4-də 3-ə bölsəm, sizin əldə edəcəyiniz cavab 0, buradan deyək 0,64 ədədidir. Buradan da belə yerini qoyub götürsəm ki, 2 ədədini 0,8 ədədinə vursam, üstə gəlsəm 0,64 ədədini bərabərdir. 2-ni 0,8-ə vursam, eləcək 0,16. Üstə gəlirəm 0,64. Bu da cavabını alıram 0,8 nəticəsini. Olacaq B variantı.
Keçək sual 5-ə. Yazıb ki, indi Emin burada çoxluğa aid çoxluqla bağlı bir tip sual verilibdir. Gəlin bu tipə baxaq. Yazıb ki, n bərabərdir 10, 100, 23, 30, 100, 40, 100, 50 ədədlərinə. N də 20, 100, 40, 100, 60, 100 və 120 ədədlərinə bərabərdir. Çoxluqları üçün n-in kəsişməsini tapın. Burada bu o deməkdir ki, yəni bunlardan əgər bizə belə bir ifadə verilirsə, yəni o deməkdir ki, verilən iki çoxluğun içərisində ikisinin də içərisində ortaq olan ədədlər seçirik. Yəni ortaq verilən elementləri seçirik. Burada da ortaq verilən elementlər 23 və 43 ədədləridir. Yəni belə qeyd etmək istəsəz n bərabərdir 23, 43 kimi qeyd edə bilərsiniz. D variantı. Altılı yazıb hesablayın. Hesablamaqla bağlı olan bir tip sualdır. 0-dan %25'i bölürəm 2/5'ə bərabərdir. 0'ı atıram. 2, 1. Buradan qalacaq 2. 750 buradan bölünmür deyə 0 atıram. Bura 0 atdım. Burada bir 0 atıram. 750'ni 250'ye bölürəm. İlgəcək 3. 1/2'ni bölürəm 0/6'ya. Buradan da 0 atanda 12'ye 6'ya bölündü 2. 0'dan 182'ni bölürəm 0'dan 1041'e. Buradan da 2, 3. Buradan 3 olanda 820'ni 41'e böləndə eləcək 20. Burada bilən ədədləri bir-birimizdən toplamamızı istəyəcək. Yəni 20 üstəgən 0/4 üstə gəlsin 2. 20 üstə gəlsin 2 üstə gəlsin 0/3. Bu da eləcək 22/3. Bu derece bir çənin 700 hissəsi suya doldur. Çənə daha 200 litr su vuruldu və çənin 7/5 hissəsi doldu. Çənin tam dolması üçün neçə litr su əlavə edilməlidir? Bizdən soruşur. Burada 7, baxın belə edirəm mən bu sual. 7/3 hissəsi doldur. Çənə daha 200 litr su gəlirəmsə, 7/5 hissəsi dolur. Deməli burada bu 200 litr bərabərdir 7/5-dən 7 çıxıram ki, bu 200 litrin qiymətini tapın. Ancaq 7-2x-ə. Buradan x-in qiymətini tapanda burada yəni 202-yə bölürəm, əlcək 100. Deməli burada bir dənə əslində belə deyim, 700'e burada 100'də 7'ye vursam əlcək 700. Ümumi 700'dür. Və çənin tam bölməsi üçün litr su əlavə edilməlidir. Deməli 7'də 5'i bunun doludursa 7'də 7'dən 7'də 5'i çıxıram. Ancaq 7'də 2'si. Buradan da hər hissəni tapmaq üçün, yəni burada neçəsi litr sahib olmalıdır? 700'ün 7'də 2 hissəsi tapmamızı istəyir. 700'ü bölürəm 7'yə, vururam 2'yə. 100'ü 2'yə vururam 200. Alınacaq B variantı. 8. 4 rəqəmli A, 5, 7, B ədədinin 5'ə bölməsindən alınan qalıq 2'dir. B ədədinin 9'a bölməsindən alınan tam ədəd üçün alınan biləcək qiymətlərin cəmini tapın. Baxın, əgər 5'ə bölünürsə və qalığın 2 olduğunu deyirsə, deməli 5'ə bölünən olması üçün ədəd sonu 0'a və 0 və yaxud da 5'ni bitirməlidir. Əgər qalıq 2-dirsə, deməli 2 və yaxud da 7 olmalıdır. Buradan da B, əgər məndən B-ni məsəl üçün 2 tutaq ki 2 olsa indi və 9'a bölməsini istəyir də indi. 702 alırım. 9'a bölmə əlaməti odur ki, rəqəmlərin cəmi 9'a bölünürsə, həmin ədəd 9'a bölünürdü. 702 gəlirəm, eləyir 9. 9 ilə 5 gəlirəm, 14. 14'ün üzərinə gəlirəm, A. 14 üzərinə gəlsin, A. Buradan da əgər 2-dirsə, üstən böləyim, 9'u bölməsi üçün, məsələn, 9 bölünür, 18 bölünür. Buradan A olması, məsələn, 4 qoysam, 18 eləyər, 9'a bölünər. A-nın qiyməti alına bilər, 4 ola bilər. İndi keçək başqa A-nın qiymətini ala bilər. Əgər 27 qoysa 27'dən 14 çıxanda 13 olacaq. A artıq alına bilməyəcəyinə görə mən 7 ədədini qoyuram bura. 2'ni qoydum, keçdik 7'yə. Baxıram, 7 qoysam 14, 15, 19 eləyər cəmi. 19 üzərinə gəlsin. A şəklində qeyd edirəm. 27'ni yazıramsa 27'dən 19'u çıxıram 8 qalar. Yəni A-nın ikinci qiyməti var, 8 qoya bilərəm. Burada A-nın ala biləcək qiymətlər hansı ədədləri? Bəli, 4 və 8 ədədləri oldu.
və qiymətlər cəmi istəyirəm 4, 8 gəlirəm 12. Ancaq D variantı. 9. 4-də 3 hissəsi 18 ədədin üstə bir hissəsini tapın. Burada 4-də 3 hissəsi bərabərdir 18. 18-də bölürəm 3-ə 6, 6-nı 4-ə vururam 24. Burada deməli ədəd 24-dür. Ədədin üstə 1-ni tapmamız istəyir. 4-ü bölürəm 3-ə vururam 1-ə 8. B variantı. Keçək ona. Onun n hansı qiymətində bərabərlik doğrudur. Burada gördüyünüz kimi bir tənlik verilib və bu tənliyi biz həll etməliyik. Gəlin həll edək. 55'i 16'ya vuranda 880 eləyir. Üstə gəlirəm 16 ilə vuranda 16 n eləyir, bərabərdir. 75'də 16'ya vursam isə 1200 qiymətini alaram. 1200-dən 880 çıxsam, çıxıram 16 n olduğu kimi qalır. 1200-dən 880 çıxıram 320 eləyir. 320'ni 16 n-ə bölsəm n qiyməti bərabərdir 20'yə. Alınır B variantı. 11. Bir avtobusda 25 sərnişin yaşlarının ədəd ortası 22'dir. Bu avtobusların yaşlarının ədəd ortası 20 olan 3 sərnişin düşüb. Yerinə 8, 12 və 15 olan 3 sərnişin minərsə, avtobusdaki sərnişinlərin yaşlarının ədəd ortası neçə olar? Biz ilk öncə buradan belə etməliyik. Əvvəlki olaraq ədəd nə qədər idi? Ədəd orta nə qədərdirsə, bu ədəd ortanı beləyim, burada avtobusun içindəki cəmimizi tapmalıyam ki, ümumi yaş cəmi nə qədərdir? 25'i də vururam, 10'u 22'yə vurmalıyam. Ədəd ortası 22'dir. Elədik 550. Bu avtobusda yaşların cəmi 20 olan 3 olubdur. 3 sərnişin düşübdür. Mən indi düşürənləri hesablayıram. Düşüb 20 vurulsun 3. Eləcək 60. Yerinə 8, 12, 15 olan 3 sərnişin minibdirsə, mən indi yeni sərnişin cəmi hesablamalıyam. Yeni sərnişinlərin cəmini hesablamalıyam. Yəni 12 üstə gəlsin 15 üstə gəlsin 8 35 edəcək. 550 ədədindən çıxıram 60'ı üstə gəlirəm 35'ə. 525. Düzdürmü? Və alınan cavabda ortayında bunu artıq cəmini bölürdüm. 525 ilə 25'ə bölsəm eləcək 21. C variantı. Keçək sual 12'yə. Qrafikdə bir həftədə kilometrə gələn tamaşaçıların sayı verilmişdir. Hər gün üçün tamaşaçıların sayı göstərən sıra median tapın. Median deyən ədədləri artan sıra olaraq ardıcılı bölürdük. Ardıcılı düzürdük. Yalnız artan sıra olmaz, azalan sıra ilə düzə bilərik. Sadəcə ən çox artan sıra ilə düzülür. Elə artan sıra ilə ardıcıl ədədlər düzək. Buradan birinci 5 olar. 5'i düzərəm. İkinci 10 düzərəm. Üçüncü 15'i düzərəm. Dördüncü 20'ni düzərəm. 2 ilə 20 varsa ikisini yazmalıyam. 25'i 30'u buradan düzərəm. Və median deyəndə baxıram. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü, beşinci, 6, 7. Aha. İndi median tapmamız istəyir. Median deyən tək olduğuna görə ortadakı ədədi tapıram. 3 dənə 3'ün var. Elə ortadakı olur 20. C variantı. 13. Aşağıdaki ABC düz uzaqlığının AD 7 cm olursa, DC 14 cm olursa, şişirilmiş figürün perimetri də santimetrdir. Buradan D olacaq 42. Buradan D'nin yeni ədəd olacaq 42 olmalı. Tam düşmür, PDF-də yazdım bura. Aha, baxıram. Burada deyir ki AD buradan 7'dir. DC 14'dür. 7, 14'dür. Şişirilmiş figürün perimetrini istəyir. Baxıram. Bu hissəsi 7'dir. 7'nin üzərinə gəlirəm. Bu hissəsi 14'dür. Üzərinə gəlirəm. İndi baxıram. Bu hissəsi 7'dir. Baxın. Bu hissədən burada var. Yəni bu nə deməkdir? Buradakı hissəni tutaq ki, bura qoysam, belə bir şey alınır. Buradakı hissəni bura qoysam, belə bir şey alınır. Buradakı hissəni bura qoysam, buradan alınır.
Burada ikisini de bura koysam, bakın bura koysam bu tamamlanır. Yani bu tam bir uzunluk yaranır. Ve bunu da elə burası. Aha, tam uzunluk yaranır. Buranın uzunluğu 7 olduğuna göre üzerine gəlirəm 7'ni. İndi gəl buradan baxaq. Burada buranın uzunluğunu bura koysam, bura alınır. Buranın uzunluğunu bura koysam, burası alınır. Buranın uzunluğunu bura koysam, bura alınır. Buranın da burada olan uzunluğu da bura koysam alınır 14. Bakın tamamlanır. Ona göre bu tamamlanan isə də 14'tür. Üzerine gəlirəm 14'ü. Bərabərdir. Nəticəni hesaplamalıyam. 14, 14, 28 eləyəcək. Bu eləyəcək 42. D variantı. 14 hesablayan veribdi, əməl veribdi. 6'nı bölürəm 3'ə 2 eləyəcək. 3'ü 2'yə vuram 6 eləyəcək. 1'i bölürəm 2'də 1'ə. İlk öncə 1 tam 2'də 1'i bölməliyəm 2'də 1'ə. Bölünsün 2'də 1'i. Baxıram 2 eləyəcək. 2 dəfə 1'in 2, 3. Bunu da bölme olanda tersini çevirirəm. 2'də 1, 2'də 1 olacaq. 2 bölünsün 1. 1 də 2 şeklində. 6, 2, 3 eləyəcək. Bu da eləyir, 3 eləyir. 3'dən də 1 çıxıram. Alınır 2. 8'in üzerine 2 gəlirəm 10. 10'dan 6 çıxıram 4. 4'ü 2'yə bölürəm eləyir 2. A variantı. Keçək 15'ə. A'nın hansı qiymətində 4 üzərinə gəlinsin? A üstə gəlsin, vurulsun x 14 tənliyinin kökü alınır. Yəni kökü 2'ye bərabərdir. Yəni burada kökü 2'ye bərabər deyəndə buradan əslində x'in qiymətini verib 2'dir. Yəni kökənin kökünün əsas x'ə nəzər tutulur. X 2'dir. Buradan x 2 olanda 4'ün üzərinə gəlirəm. A vurulsun x 2 bərabərdir 14. 14'ten 4 çıxıram. Buradan A'nı 2'ye vuranda 2 olur. 14'ten 4 çıxıram 10. 12'ye böləndə A eləyəcək. A'nın qiyməti olur 5. B variantı. 16. Diğer aşağıdaki müqayisələrin neçəsi doğrudur? Bunu bir-bir həll edilməli bir sual tipidir. Baxıram 2'dan 5'te 1'dir. Düzgün olmayan kəsrə çevirirəm. Buradan 5 eləyəcək. 5 dəfə 2'nin 10, 11. Aha, bunda bir də 2'yə vururum. 10 yazsın məxrəci 22. Buradan da 2'də 5'in məxrəcini çevirirəm. 5'ə vururam. Eləyəcək 10'da 25. Baxıram 1 10'da 22'dir. Bir də 10'da 25'dir. Bunun müqayisəsində bu daha böyük olur. Amma burada biraz əksinədir. Bildim. 1 çıxdı. 4'də 11'i vururam 5'ə. Eləyəcək 20'də 55. 5'də 7'ni vururam 4'ə. 20, 28. 20'də 55'dən 20'də 28 eləyəndə bu cür olur. 2 doğrudur. Buradan da bunun düzgün olmayan kəsrə çevirim. İkinci 1,4'də 3, 4, 4'ün 4, 7. Bunu vuram 5'ə. 20'də 35, 5'də 8, 4 vuram 20, 32. 20, 32. Bunun eline bu işaret doğru alınır. 3'ü götürürəm. 4'ü müqayisə eləyək. 7'də 6 eləyir. Bunu da tax 7'in 8'inki 56. Baxın. 8'e vursam 56, 48. 8'de 7 bərabərdir 56'ya. 7, 49. Buradan da 56'da 49. Düzdürsən, burada 4-cü düzdür, amma belə bir şey var ki, üçüncünün müqayisəsi yanlışdır. Burada üçüncünün müqayisəsi yanlışdır, ikisi olmalıydı. Burada bu cür olmalıydı. Burada 4 olacaq. 2'dən 4, 2'dən B olacaq burada. 17. Sürəti 2 metr saniyə olan Əziz ilə sürəti 10 metr saniyə olan avtomobil arasında 600 metr məsafə var. Əziz ilə avtomobil neçə saniyə sonra qarşılaşacaq? Buradan bunu tapmaq üçün 2 metr saniyənin üzərinə 10 metr saniyəni gəlməliyəm. 2 metr bölünsün saniyə, üstə gəlinsin 10 metr bölünsün saniyəni gələndə buradan alınır 12 metr bölünsün saniyəni alıram. Buradan da 600 metr məsafə deyirsə, yəni 600 metrdən söhbət gedir. Saniyə, yəni burada biri soruşur. 600 metri bölürəm 12 metr
saniyəyə. E, Burada baxın, burada isə belədir. Burada bölmə belə bir şeydir. Riyaziyyatda çox qaydalan yerinə bölmə və vurma əməli olanda orada adətən olan ədədlər ixtisara gedir. Amma toplamadan çıxma olanda ixtisar olmur da oradakı verilən ifadələr. Burada da metrləri ixtisar etsəm, bir ixtisar edirəm çünki bölmədir. Bir də 60-ı 12-yə bölürəm, eləyir 5. Burada da alınır 50, daha doğrusu 50 alınır. 60 da 12'ye bölsəm, buradan 600 idi. 600 da 12'ye bölsəm alınacaq 50. 50 saniyə. Deyir neçə saniyə sonra qarşılaşır 50 saniyə sonra. B variantı. 18. Şəkildə kvadratlardan böyük olan tərəfi 8 sm, kiçik olan tərəfi isə 6 sm-dir. Böyük kvadratın rəngli hissəsi kiçik kvadratın rəngli hissəsinin neçə santim çoxdur. İlk öncə sahə olaraq böyük kvadratın sahəsini hesablayıram. Sonrası kiçiyi hesablayıram. 8 sm vururam 8 sm-ə 64 sm kvadrat alınır. Sonrası sahə olaraq kiçik fiqurun sahəsini hesablayıram. Yəni 6 sm vurulsun 6 sm-a eləcək 36 sm kvadrata. Buradan da bunların çox olduğunu soruşsa 64 sm-dən 36-ını çıxıram. Yəni böyük sahədən kiçik sahəni çıxıram. Yəni 64 sm kvadratdan 36 sm kvadratı çıxıram. Alınacaq 28. Alınacaq burada 28 sm kvadrat. Elə şərtdə sm kvadrat veribdir. Yəni 28 alınacaq B variantı. 19. Aşağıdakı ədəd oxununda A və B ardıcıl ədəddir. A üzərinə A və B arası 5 bərabər hissəyə bölünərsə X ədədi aşağıdakilərdən hansı ola bilər? Baxıram 1, 2, 3, 4, 5 olacaq. Yəni istəyirsə tam ədədim A-dır. A burada 5 hissəyə bölünübdür. Mənim 5 hissəyə bölünübdür. Mən də oxuna biləcək ədəd 4-dür. A tam 5-də 4 olur. C variantı. 20. Buradan 15P 25 39 bərabərində deyən P natural ədədin qiymətinin cəmini tapmamız istəyir. İlk öncə mən burada tapmaq üçün verilən ifadələri bir-birinə bərabərləşməliyəm məxrəclərini. Buradan 15P-dirsə, bunu 75-in məxrəcini bərabər edirəm. 5-ə vururam, eləcək 5. P alınacaq. 75, 5P. Buradan da 75, 39. 75 ilə qısa gedəcək. 5P ilə bərabərdir 39-a kim eləsəm. Bunu da bərabərlə əvəz edəcəm. 5P 39-dursa 39-u 5-ə bölürəm. P-nin qiyməti olacaq. Qalıqla fikir verməyəcəm. 1-dən 7-yə kimi olacaq tam hissə. Və düşə demək P-nin yerinə olan ifadələr 1-dən 7-yə kimi ola bilər. İndi buradan cəmini istəyir. Yəni 1-dən 7-yə kimi olan ədədlərin cəmini istəyir. 3 üstə gəlsin 4, üstə gəlsin 5, üstə gəlsin 6, üstə gəlsin 7 olur. Baxıram 3, 6, 10, 15, 21, 28. Alınacaq 28. Buradan olacaq D variantı. Buradan gördüğünüz kimi sualların izahının dediğim kimi LGS 1-dən riyaziyyat olan hissəsinin izahının 20 sualını ibarət idi. Hamısının izahını bir-bir verdim. Demişdim videonun əvvəlində də kitabın şəklini yerləşdirəcəm ki, hansı kitabdan izahını verirəm. Gəlin onu göstərim. Deməli sizə demişdim ki, qeyd eləmişdim ki, buradan izah videonun başında demişdim ki, mənim sizə başına izah edəcəyim test Elsəvər Vəliyevin testi idi. Buradan 6-cı sinif Elsəvər Vəliyevin 6-cı sinif testindən deməli LGS 1-in riyaziyyat hissəsini izahını verdim. Əgər bu video sizə faydalı olursa kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu cür videodan faydalana bilsinlər. Sağ olun, görüşəndək.